Gülüstan Sarayında Nizam Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə dünya düzəninin yenidən düşünülməsi, çağırışların fürsətə çevrilməsi mövzusunda 12-ci Qlobal Bakı Forumu işinə başlayıb. Tədbir martın 13-15-də keçiriləcək. Əvvəlki forumlarda olduğu kimi bu tədbirdə də dünyanın müxtəlif ölkələrinin prezidentləri, baş nazirləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər. 12-ci Qlobal Bakı Forumunda qlobal aktual problemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcək paktı, postmünaqişə dövründə bərpa quruculuq işləri və orta güclərin yeni dünya düzənində rolu kimi vacib mövzular müzakirə olunacaq. Tədbir beynəlxalq liderləri bir araya gətirərək qlobal siyasət, təhlükəsizlik, texnologiya və sülh kimi məsələlərin müzakirəsinə şərait yaradacaq. Forumda geosiyasi dəyişmələr, məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı, çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması və gələcək üçün BMT paktı, yeni qlobal konsensusun yaradılması mövzularında panellər təşkil olunacaq. Sülhə və barışığa töhfə verən ictimai xadimə 2025-ci il Nizam Gəncəvi Beynəlxalq mükafatı təqdim ediləcək. Bundan əlavə, sülhə gedən yol, yeni dünya nizamında orta güclər və sülh münaqişə sonrası yenidən qurma və regional sabitliyin yenidən bərpası mövzularında panellərlə yanaşı Yaxın Şərq və Ukrayna-Avropa Birliyi məsələlərinə həsr olunmuş nahar sessiyaları keçiriləcək. COP29 bölümü üçün sıçrayış transformasiyasının sürətləndirilməsi və Avropanın gələcəyi mövzuları gecə sessiyalarında müzakirə olunacaq. Forumda yeni texnologiyalar, gender və təhlükəsizlik, iqlim dəyişikliyinin təsiri, qlobal səhiyyə böhranları və onların həlli yollarda diqqət mərkəzində olacaq. Xüsusilə yeni dünya üçün yeni texnologiyalar, gender təhlükəsizlik, iqlim bağlantısı və qlobal səhiyyə böhranı, hazırlıq və bərabərlikdə yeni cəhbələr panelləri bu istiqamətdə vacib mövzuları əhatə edəcək. Forumun ən diqqət çəkən hissələrindən biri isə gənclərin fikirlərinə həsr edilən Gənclər danışsın, biz dinləyə panel olacaq.